İzahlı test 4-cü hissə 6-cı sinif ingilis dili. Choose a sentence with a noun in the possessive case. Yiyəlik halda olan isim olan cümləni seçin. Abandində it happened at my uncle's place. Bu mənim əmimgildə baş verdi. Əmimgildə yiyəlik haldır. Abandi doğru cavabdır. Baxaq o birisi bəndlər niyə olmaz? Jim is fishing now. Bu Jim's fishing now indiki davam edici zamandır. Jim is'in qısaldılmış formasıdır. Demək yiyəlik hal deyil. He's got many mushrooms in his basket. Burada he has got'un qısaldılmış formasıdır. He has'in qısaldılmış forması he apostrof s yazılır. Yiyəlik hal deyilsə bəndunlar ilə səhvdir. Deməndə let's go to boating. Burada let's sözü let us'ın qısaldılmış formasıdır. Yiyəlik hal deyil. Doğru cavab A bəndidir. İkinci sual. Choose the correct pronouns. Düzgün əvəzlikləri seçin. Baxaq. Flowers did you pick up in the forest? Flowers sayıla bilən cəm isimdir. Burada onunla maç işlənməz. Maç sayıla bilməyən isimlərlə işlənir. B bəndi ilə D bəndi olmaz. Və burada many işlənə bilər. How many flowers did you pick up in the forest? I picked up few flowers. Few sayıla bilən cəm isimlərlə işlənir. C bəndi burada doğru cavabdır. How many flowers did you pick up in the forest? Sən meşədə nə qədər gül yığdın? I pick up few flowers. Mən bir neçə gül yığdım. C bəndi doğru cavabdır. Choose the correct preposition. Üçüncü sual. Düzgün söz önlərini seçin. How did the children get the bank the river? Baxaq. How did the children get ilə toy işlənəcək. The bank of the river çayın sahili. Onun ikinci tərəfdə of işlənəcək. How did the children get to the bank of the river? Uşaqlar çayın sahilinə necə getdilər?